Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə verilən 3 ay müddət bugün başa çatır. Bunu millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq yaxın zamanlarda müavinət və təqaüdlərdə də artımlar olacaq. Bu artımlar nə qədər vətəndaşı əhatə edəcək? Cənab Prezident tərəfindən imzalanmış sərəncamda sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verildiyi üçün bu deməkdir ki, 3 milyon vətəndaşımıza əhatə edəcək sosial paket növbəti mərhələdə müavinətlər və təqaüdlərin artırılmasını özündə ehtiyat edəcək. Bu deməkdir ki, sosial paket növbəti aylarda daha da dərinləşəcək və daha çox vətəndaşımız bu paketdən faydalana biləcəklər. Bəs hansı müavinət və təqaüdlərdə artımlar olacaq? Təkliflər ictimaiyyətə təqdim olunduqdan sonra hansı müavinət və təqaüdlərdə artım olacağı bəlli olacaq. Eyni zamanda hansı faiz, neçə faiz artım olacağı da məhz bundan sonra aydınlaşacaq. Amma nəzərə alsaq ki, sosial paket yalnız əmək haqqı və pensiya artımlarını əhatə etmir. Eyni zamanda sosial müavinətlərin və təqaüdlərin artırılması da sosial paketin əsas istiqamətlərindən biri idi. Bu deməkdir ki, yaxın zamanlarda artıq dövlət başçısının tapşırığına uyğun olaraq sosial müavinətlər və təqaüdlərdə də artımlar reallaşacaq. Millət vəkili onu da bildirib ki, bu məqsədlə əlavə olaraq 1,5 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulub. Arzu Xəlilova, Xəzər xəbər.